Oğlaq bürcü üçün 2026-cı ili qarşılamaq tövsiyələri. Ümumi enerji və əhval. 2026 Oğlaq üçün yüksəliş, məsuliyyət və sabit uğur ili olacaq. Yeni ili ciddi, amma dərin mənalı bir şəkildə qarşılamaq sizə il boyu uğur və möhkəm təməl gətirəcək. Öz məqsədlərinizi düşünərək sakit və düşüncəli atmosfer yaradın. Rəng seçimi. Oğlaq üçün ən uğurlu rənglər boz, tünd yaşıl, qəhvəyi və gümüşü tonlardır. Bu rənglər sabitlik, qərarlılıq və uzun müddətli uğur enerjisini daşıyır. Geyim və aksesuar. Klassik, təmiz xətli və zərif tərz seçin. Daş kimi enerjili aksesuarlar, məsələn obsidian, oniks və ya dumanlı kvars, oğlaq üçün mükəmməl qoruyucu və gücləndirici təsirə malikdir. Əhəmiyyətli məqamlar. Yeni il gecəsi çoxlu səs-küydən uzaq olun. Sakit, isti və nizamlı mühit seçin. Öz məqsədlərinizi yazın və kiçik də olsa bir niyyət planı yaradın. 12-dən sonra ilk düşündüyünüz fikir 2026-nın istiqamətini təyin edə bilər. Ona diqqət edin. Qısa məsləhət, yeni ili sakitlik, düşüncə və məqsədyönlülüklə qarşılayın. 2026 sizə stabil uğur, yeni